Qələbə münasibətilə təbrik edirəm. Birinci hissənin, daha doğrusu ikinci hissənin daha aktiv oynayan Neftçi niyə birinci hissədə həmən oyunu nümayiş etdirəmədi? Ну, дивіться, я, якщо по грі, можу гру розбити на два тайми. Перший тайм і другий тайм. Oyuna gəlirsə, yəni mən bu oyunu iki hissəyə bölərdim. Birinci taym və ikinci taym. Перший тайм, ви дійсно замітили, що хлопці не давали тої швидкості, інтенсивності. Və birinci taymda gördünüz ki, oyunçular həmən o gözlənilən sürəti və intensivliyi göstərmədilər. Хоча нічого не давало для команди Карвана, щоб був якийсь момент. Але ми умудрилися зробити цей момент, заробили пенальті в наші ворота. Yəni əslində belə bir məqamlar da yaranmışdı bu Karvan komandası üçün, amma buna baxmayaraq biz sonda onlar üçün bir penalti məqamı yaratdıq. Другий тайм зовсім інший. İkinci taym tamamilə başqa cür idi. Ми поспілкувалися з хлопцями, і я сказав, якщо ми не додамо інтенсивності і швидкості, у нас нічого не вийде. Və mən oyunçulara bildirdim ki, biz sürət və intensivlik əlavə etməsək, bizdə heç nə alınmayacaq. Тим більше з перших хвилин другого тайму ми бачили, що команда суперника, Карван, почала затягувати час. Və ikinci taymın ilk dəqiqələrindən gördük ki, rəqib komanda, yəni Karvan komandasının oyunçuları oyunu uzatmağa çalışırdılar. Ми це розуміли і йшли тільки вперед, хотіли швидше відігратися. Deməli, ona görə də biz bunu başa düşdük və ilk dəqiqələrdən başlayaraq önə getməyə başladıq. İşlədik ki, yəni oyunu öz xeyrimizə əldə edək. Так, ми виграли 2-1, забили 2 м'ячі. Və nəticədə biz 2-1 qalib gəldik, 2 gol vurduq. Але я гадаю, що ми повинні були набагато більше забити. Треба реалізовувати моменти, які є. Amma əslində mən düşünürəm ki, biz daha çox gol vurmalıydıq. Çünki məqamlar çoxdur, sadəcə onları realizə etmək lazımdır. І не просто моменти, а 100% моменти. Özdəki məqamlar deyil, 100%-lıq, yəni məqamlar idi məmaqlar. Фарадж, самбу, ну, Fərəc, Sambul, yəni çox məqamlar oldu. тому така ігра стала. Ona görə də belə bir oyun oldu. Təbrik edirəm. İlk səfər maçınız əyalətə təsadüf elədi. Buradakı ab-hava haqda, meydança haqda fikirlərinizi bilmək istəyirəm və bu sualın davamı olaraq ümumiyyətlə sizin sintetik qazonla bağlı baxışınız necədir? Ну, дивіться, у нас в Україні не дозволяється грати на штучному газоні. Ukraynada sintetik qazonun üzərində oynamağa icazə verilmir. В Азербайджані це нормально. Тому Azərbaycanda bu normaldır. які мають бути питання? Nə suallar ola bilər burada? Що ми, що команда Карван в однакових условиях. Çünki həm biz, həm də Karvan komandası eyni şəraitdə oynayırıq. Ну, дійсно, ми тренуємося і більшість граємо на нормальному газоні. Düzdür, doğrusu odur ki, biz daha çox normal qazonda təlim keçirik. Але ми навіть сюди не приїхали, хоча мені казали, що можна приїхати вчора і потренуватися тут. Я відмовився. Я сказав, що ми будемо у себе на базі тренуватися і приїдемо сюди ночувати. Deməli, əslində belə bir də təklif var idi ki, gəlib burada təlim keçək bu qazonun üzərində. Amma mən bundan imtina elədim, dedim ki, özümüzdə təlim keçəcəyik, biz sadəcə buraya istirahət eləməyə gəldik. Тому що краще вийти і зіграти, це буде краще, ніж приїхати потренуватися, можна, щоб хтось отримав травму. Çünki nəyə görə? Daha yaxşı olar ki, oynayasan, nəinki gələsən, sonra burada təlim edəsən və bu təlim zamanı da travma almaq da ehtimalı var. Тому так. Ona görə belə. Oyunçuların formalarının bir-birinə daha çox yaxınlığı görünürdü və formaları, bəli, geyim formaları, komandaların formaları bir-birinə bənzər idi və bu qeyri-dəqiq ötürmələri səbəb ola bilərdimi?
Ну, ви знаєте, дійсно мені подобалося ваше запитання. Əslində mənim sizin sualınız xoşuma gəldi. Düzün deyim. Ну, я не знаю, але мені теж здалося, що форми були схожі. Mən də elə gördüm ki, mənə də elə gəldi ki, Хоча у formalar нас біла. oxşayır. Baxmayaraq ki, bizdə ağ formadır. Взагалі, а у них чорно-біла, але воно співпадало все рівно десь. Може й тому, не знаю. Amma onlarda ağ-qara idi da. Bəlkə də müəyyən məqamlarda belə məqamlar ola bilib, yəni belə oxşarlıqlar olub. Це треба питати у хлопців. Onu oyunçulardan soruşmaq lazımdır. Abu Bakar baş məşqçi gələndən sonra daha az oynayır və qarşıdan da transfer dönəmi gəlir. Yəni onu göndərmək yox, amma sanki baş məşqçi mesaj verirmi ki, onun belə deyək, oyun planına çox da uyğun deyil. Birinci sualımdır. Це питання. Ні, ну, я дійсно, коли прийшов, Абу-Бакар – це зірка світового футболу. І в мене немає до нього ніяких питань. Yox, mən elə gələndən də deyirəm, Abu Bakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. Але він прийшов також міжсезоння, коли Нівчі вже грало. І в якому стані він прийшов, мені тяжко сказати. Düzdür, o hardasa mövsümün deyirlər ortasında gəldi, Neftçi oynayırdı. Hansı vəziyyətdə gəlmişdi, onu demək mənə çətindir. Спочатку треба пройти спільні збори з командою і тоді вже вирішувати і казати, що добре, що погано. Nəyin yaxşı, nəyin pis olduğunu deməkdən ötürü birinci növbədə komanda ilə birlikdə təlim məşqləri keçirilməlidir ki, ondan sonra bunu demək olsun. Toplanışlar. İki sualım vardı. Mən təbrik edirəm. Ötən mətbuat konfransı demişdi ki, komanda iki problem var. Bir disiplin, bir də fiziki hazırlıq. Disiplin, fiziki hazırlıq. Hansını düzəltmək asan görünür? Orada yani intizam, komanda intizamı yok, oyun intizamı. İşin работе. Ну, дивіться, після гри з Сумгаїтом пройшло 4-5 день сьогодні. Sumqayıt oyunundan sonra hardasa 4-5-ci gündür də keçibdir. За 5 днів підняти фізичний стан – це дуже важко, це неможливо. 5 günə fiziki vəziyyəti düzəltmək çox çətindir, demək olar mümkün deyil. Тому ми більш акцент робили на те, щоб їм дати більше відпочити. Ну не то, що відпочивати, а спокійну роботу з малими навантаженнями. Ona görə də biz orada düşündük ki, daha çox biraz istirahət verir. İstirahət deyəndə, yəni daha az yüklənməklə oynamaq şansı yaradır, imkanı. А дисципліна, в мене така думка, що ми її піднімаємо. І я дуже надіюсь, що на зборах ми її піднімемо на самий високий рівень. Və disiplinə gəldikdə isə deyə bilərəm ki, belə düşünürəm ki, biz artıq onu artırmağa başlamışıq və toplantılarda, bu təlim toplantılarda onu ən yuxarı səviyyəyə qaldıracağıq. Хто не буде виконувати той план на гру, який говорю я як головний тренер і мої помічники, буде менше грати просто. Kim o dediklərimizə mənim, yəni baş məşqçi kimi və mənim köməkçilərimin tələblərini, dediklərinə riayət etməsə daha az oynayacaqdır, bunu deyə bilərəm. Я дуже поважаю футболістів і хочу, щоб вони поважали також мою роботу і те, що я роблю. Mən bütün futbolistlərə hörmətlə yanaşıram. Mən də istəyirəm ki, onlar da mənim və köməkçilərim, yəni istədiklərinə hörmətlə yanaşsınlar. Bir də komanda həm yerisi Andrey 3-4 gün var, məşq edir komanda ilə. O ola bilər ki, qışdan sonra komanda qalsın, sifariş edilsin. PFL sifariş edilsin, sifariş edilməyibdir. Ну, дивіться, у нас зараз буде багато часу. Ми Bizim çox проведемо vaxtımız збори. olacaq. Toplantılarımızı edəcəyik. Скажу вам так, що я дуже сподіваюся і на нього налаштований, щоб він був разом з командою. Бо я, знаючи його по Україні, це дуже непоганий футболіст. Це футболіст, який має дуже гарні фізичні кондиції, антропометрію. І це той футболіст, який може грати не 90, а 100 хвилин, і він не зупиниться.
Onun haqqında deyə bilərəm ki, mən əlbəttə çox istəyirəm ki, o komandamızda qalsın. Çünki mən onun oyununu Ukraynadan da tanıyıram. O çox gözəl bir oyunçudur və tələb olunan birisidir. O çox yaxşı fiziki vəziyyətdədir, formadadır və mən deyim ki, o oyunçu nəinki 90 dəqiqə, hətta 100 plus dəqiqə qədər də oynamağa hazır vəziyyətdədir. Для мене сьогодні на грі той же капітан команди Махмудов, мені здається, він трошки інший став. В нього з'явився стержень, він тягне за собою команду. Оце, що мені вдалося. Я хочу, щоб він далі ще більше Və прогресував. gördüyüm də odur ki, komandanın kapitanı Emin Mahmudov biraz özünü daha da gücləndirib və komandanı da öz arxasına aparır və mən də istəyirəm ki, bu öz komandasını daha da inkişaf etdirib öz arxasında aparsın və bu necə deyirlər, istiqamətin də bu cür olduğu görünür. Капітан завжди повинен бути лідером серед всіх футболістів. Çünki kapitan bütün futbolistlər arasında lider olmalıdır. Це перший мій помічник. Çünki o mənim birinci köməkçimdir. Дякую вам дуже. Təşəkkür edirəm sizə. Çox sağ olun.